Salam değerli izləyicilər, Python dərs 3-ə xoş gəlmisiniz. Bugün biz dəyişənlərdən bəhs edəcəyik. Gəlin başlayaq. Hər bir proqramlaşdırma dilində olduğu kimi Pythonda da dəyişənlər vardır. Dəyişənlər nələrdir? Gəlin baxaq. Dəyişənlərə misal göstərə bilərik. Məsələn, A bərabərdir 15, B bərabərdir 45, print A üstəgəl print A üstəgəl B. Bəli, belə indi isə run edək. Bəli, gördüyünüz kimi 60. Yəni A və B-ni toplayıb bizə 60-ı ekrana çıxartdıq. Yəni dəyişənlər belə olur. Məsələn, başqa bir misal üzərində göstərək. Məsələn, sinif.com bərabərdir. Məsələn, sinif.com 50 print məsələn, print sinif.com yazaq bura. Bəli, gördüyünüz kimi print sinif.com bir dəqiqə. Belə olmalıdır, nə olmamalıdır. Gördüyünüz kimi ekrana əlini çıxartdı. Yəni ekrana yazını çıxartdı. Belə yazıb bunlara biz dəyişən deyə bilərik. Dəyişənlərin adlarını necə verməliyik? Necə ola bilər ki bu? Dəyişənlərə ad verərkən mənalı adlar vermək daha yaxşıdır. Belə bir qaydalar var. Dəyişənlərə ad verilərkən mütləq latın əlifbasının hərflərindən istifadə olunmalıdır. Dəyişənlərin adları ixtiyari uzunluqda ola bilər. Lakin qısa adlardan istifadə etmək məsləhətdir. Kimi belə qaydalar var. Bu videomuz bu qədər idi. Görüşənədək.